33-34 yaşda olan insanlar o bədəndə ağrıların nə olduğunu bilir də, yəni. İstər-istəməz müəyyən bir yaşda olduqca o bədəndə başlayır ağrılar getməyə. Hətta mənim belimdə o ağrılar mənim yadımdadır. Yəni bütün günü yerdə qalırdım, özümü hard-hort nə qədər xırtladırdım ki, özümə gəlim. Təsəvvür edin ki, o vaxtdan o yoqanı eləyəndə məndə o getmişdi, ağrılar. Sonradan müəyyən bir şeylər vardı. Bu nəfəslər də mənə dəhşət kömək elədi. O ağrı demək olar ki, bu ağrı tamamilə gedir. Ümumiyyətlə hiss eləmirəm. Ağrı tam yoxdur. Ümumiyyətlə hiss eləmirəm və özümü çox yüngül hiss edirəm. Baxmayaraq ki, belə yüngül çəkili deyiləm, çox yüngül hiss. Belə. Deməli, insanlar hətta məşğul olsalar, deməli onlara bu cürə təsir eləyə bilər də bu. Məsələn, bax, deyirsiniz ki, belimizdə ağrı var idi və yaxud da boyunda ağrı var və yaxud kürəkdə ağrı var. Bu ağrılar hamısı hisslərdən gələn ağrılardır. Məsələn, belimizdə olan ağrılar qorxulardan yaranan ağrılardır.